Salam əziz dinləyicilər, bu gün mən sizə insan xatirələrindən danışacağım. İnsan həyatı boyunca saysız hesabsız xatirələr toplayır. Bu xatirələr onun keçmişini, yaşadığı hadisələri, hisslərini və təcrübələrini formalaşdırır. Xatirə insanın kimliyinin bir hissəsidir. Çünki hər bir insan keçmişini yaddaş vasitəsilə dərk edir və bu keçmiş onun düşüncə tərzinə, davranışlarına və qərarlarına təsir göstərir. Müasir dövrdə texnoloji inkişafı ilə birlikdə xatirələrin paylaşması da yeni bir məna qazanmışdır. Əvvəllər xatirə əsasən yazı, şifahi hekayələr və şəxsi gündəliklər vasitəsilə paylaşılırdı. İnsanlar öz keçmişlərini dostlarına, ailələrinə danışaraq və ya məktublar yazaraq bölüşürdülər. Bu cür paylaşım daha məhdud çevrədə baş verirdi və xatirələr daha çox sosial xarakter daşıyırdı. Lakin internetin və sosial şəbəkələrin yayılması ilə xatirənin paylaşılması qlobal miqyas almışdır. Bugün insanlar öz xatirələrini foto şəkillər, videolar və sosial media paylaşmalar vasitəsilə geniş auditoriya ilə bölüşdürürlər. Sosial platformalar insanlara keçmişlərini sənədləşdirmək və başqaları ilə bölüşmək imkanı yaradır. Səyahət xatirələri, ailə anları, dostluq görüşləri və şəxsi uğurlar artıq saniyələr içində minlərlə insanla paylaşılır. Bu insanların bir-birlə daha yaxın əlaqə qurmasına və təcrübə mübadiləsinə şərait yaradır. Xatirənin paylaşması insanlara emosional baxımdan da müsbət təsir göstərə bilər. Keçmiş gözəl anları xatırlamaq və onları başqaları ilə bölüşmək sevinç və məmnunluq hissi yaradır. İnsanlar oxşar təcrübələrə sahib olduqlarını gördükdə bir-birlərini daha yaxşı anlayır və empatiya qururlar. Bu da sosial əlaqələrin güclənməsinə kömək edir. Lakin xatirənin paylaşmasının bəzi mənfi tərəfləri də mövcuddur. Şəxsi məlumatların həddindən artıq açıq şəkildə paylaşılması gizli probleminə səbəb ola bilər. İnsanlar bəzən düşünmədən şəxsi həyatlarına aid məlumatları internetdə paylaşır və bu gələcəkdə müxtəlif təhlükələr yarada bilər. Buna görə rəqəmsal mühitdə məsuliyyətli davranmaq və paylaşım etməzdən əvvəl nəticələri düşünmək vacibdir. Bundan əlavə sosial şəbəkələrdə paylaşılan xatirələr bəzən reallığı tam əks etdirməyə bilər. İnsanlar yalnız həyatlarının ən gözəl və uğurlu anlarını paylaşdıqda başqalarında yanlış təsəvvür yarana bilər. Bu isə müqayisə hissini gücləndirərək narahatlıq və özünə inam probleminə səbəb ola bilər. Buna görə xatirənin paylaşmasında balanslı yanaşma vacibdir. Müasir texnologiya xatirənin qorunması və gələcək nəsillərə ötürülməsi üçün də yeni imkanlar yaradır. Rəqəmsal arxivlər, bulut yaddaşları və süni intellekt əsaslı sistemlər insanların keçmişini daha uzun müddət saxlamağa imkan verir. Hətta gələcəkdə virtual reallıq texnologiya vasitəsilə insanlar keçmiş xatirələrini yenidən yaşaya biləcəklər. Bu həm elmi, həm də psixologiya baxımından maraqlı imkanlar yaradır. Xatirənin paylaşması həm fərdi, həm də ictimai baxımdan mühüm rol oynayır. O, insanları bir-birinə yaxınlaşdırır, mədəniyyətlərin və təcrübənin yaranmasına kömək edir. Eyni zamanda keçmişin yada saxlanılması və öyrənilməsi gələcək üçün mühüm dərslər verir. İnsanlar keçmiş səhvlərin nəticə çıxararaq daha düzgün qərarlar qəbul edə bilirlər. Demək olar ki, insan xatirə paylaşılması müasir dövrdə həm
imkanlar, həm də məsuliyyətlər yaradan bir prosesdir. Texnologiya bu prosesi daha sürətli və geniş miqyaslı etsə də, şəxsi məlumatların qorunması və düzgün paylaşım mədəniyyəti böyük əhəmiyyət daşıyır. Xatirələr insan həyat yolunu əks etdirən dəyərli sərvətdir və onların düzgün şəkildə paylaşılması həm fərdi inkişaf, həm də cəmiyyətin mədəni zənginliyi üçün vacibdir. Tarix, insanlığın keçmişini öyrənən və onu gələcək nəsillərə ötürən ən mühüm elm sahələrindən biridir. Min illər boyu tarix əsasən yazılı mənbələr, arxeoloji tapıntılar, şahid ifadələri və rəsmi sənədlər əsasında yazılmışdır. Lakin texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə tarix yazma üsulları da dəyişməyə başlayır. Gələcəkdə tarix kitablar və sənədlər üzərində deyil, daha geniş, rəqəmsal və dəqiq məlumat bazaları əsasında formalaşacaq. Ənənəvi tarix yazıçılığı uzun müddət insan yaddaşına və yazılı mənbələrə əsaslanmışdır. Qədim dövrlərdə hadisələr sənaməçilər tərəfindən qeydə alınır, hökmdarların həyatları və müharibələr təsvir edilirdi. Lakin bu cür tarix çox vaxt subyektiv olurdu, çünki onu yazan şəxsin baxışları hadisənin təqdimatına təsir göstərdi. Müasir tarixşünaslıq isə daha çox faktlara, sübutlara və müxtəlif mənbələrin müqayisələrinə əsaslanır. Süni intellekt gələcəyin tarix yazıçılığında mühüm rol oynayacaq. Algoritmlə böyük məlumat bazalarını analiz edərək hadisələr arasındakı əlaqəni müəyyən edə, tendensiyalar aşkar edə və obyektiv nəticələr çıxara biləcək. Bu, insan faktorunun yaratdığı səhvləri və subyektivi azalda bilər. Lakin eyni zamanda bu texnologiyanın düzgün idarə olunması və etik prinsipə uyğun şəkildə istifadə edilməsi vacib olacaq. Gələcək tarix yazıçılığında vizual məlumatlar da əsas rol oynayacaq. Foto, video materiallar, 3D modellər, virtual reallıq texnologiyaları keçmiş hadisənin daha real şəkildə canlandırmasına imkan verəcək. İnsanlar yazılı təsvirləri oxumaqla kifayətlənməyəcək, həm də tarixi hadisələri sanki orada iştirak edilmiş kimi təcrübə edə biləcəklər. Bununla yanaşı rəqəmsal dövrdə məlumatların qorunması və düzgün arxivləşdirilməsi böyük əhəmiyyət kəsb edəcək. İnformasiya çox sürətlə dəyişdiyi və sinə bildiyi üçün gələcək tarixçilər etibarlı rəqəmsal arxivlərə ehtiyac duyacaqlar. Məlumatların saxtalaşdırılması və ya dəyişdirilməsi riski də tarix elmi üçün yeni çağırışlar yaradacaq. Sosial medianın geniş yayılması da gələcək tarix yazısına təsir göstərəcək. İnsanların gündəlik həyatı, fikirləri və reaksiyaları rəqəmsal izlər şəklində saxlanılır. Bu, məlumatlar gələcəkdə cəmiyyətin sosial vəziyyətini, mədəniyyətini və düşüncə tərzini öyrənmək üçün qiymətli mənbəyə çevrilə bilər. Lakin bu, həm də məxfili və şəxsi məlumatların qorunması ilə bağlı suallar doğurur. Gələcək tarix yalnız dövlətlərin və böyük hadisələrin deyil, fərdlərin və kiçik icmaların da tarixinə aid edə bilər. Hər bir insanın rəqəmsal izi onun həyat hekayəsinin bir hissəsinə çevriləcək. Bu isə tarix anlayışını daha geniş və çox şahalə edəcək. Gələcəkdə tarix yazıçılığı texnologiyanın təsiri ilə tamamilə yeni bir mərhələyə keçəcək. Rəqəmsal məlumatlar, süni intellekt, vizual texnologiyalar və qlobal informasiya şəbəkələri tarix elmi daha dəqiq, daha obyektiv və daha geniş müqayisə edəcək. Lakin bütün bu inkişaflara baxmayaraq tarix elminin əsas məqsədi dəyişməyəcək. Keçmişi anlamaq və gələcək nəslə düzgün şəkildə ötürmək əsas rol oynayacaq. Buna görə də
Gələcəyin tarixçiləri həm texnologiyadan istifadə etməyi, həm də obyektiv və elmi yanaşmanı qorumağı bacarmalıdır. İnsan iradəsi insanın qərar vermək, məqsəd qoymaq, çətinliklər qarşısında davam gətirmək və öz davranışına idarə etmək qabiliyyətidir. Tarix bu iradə güclü insanın uğur qazanmasında, inkişafında və şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biri olmuşdur. Müasir dövrdə texnologiyanın, sosial dəyişikliklərin və həyat tərzinin sürətlə inkişafı iradə anlayışına da yeni baxış gətirir. Gələcəkdə insan iradəsi necə formalaşacağı və hansı istiqamət dəyişəcəyi mühüm suallardan biri kimi qarşıda durur. Gələcəyin dünyasında insanlar daha çox informasiya axını ilə qarşılaşacaqlar. Sosial şəbəkələr, rəqəmsal platformalar, süni intellekt sistemləri insanlar hər an yeni məlumat təqdim edəcək. Bu vəziyyət insanın diqqətini yayındıra və qərar vermə prosesini çətinləşdirə bilər. Buna görə də gələcəkdə iradə gücü yalnız dözümlülük deyil, həm də informasiya içində düzgün seçim etmə bacarığı kimi qiymətləndiriləcək. Texnologiya inkişafı insan iradəsi həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bir tərəfdən rəqəmsal alətlər insanların məqsədlərinə daha tez çatmasına kömək edir, planlaşdırma və özünü inkişaf üçün imkanlar yaradır. Digər tərəfdən isə hazır həllərin çoxluğu insanlarda pasiflik yarada bilər və insan hər şeyi texnologiya həvalə etdikcə öz qərar vermə və məsuliyyət hissi zəifləyə bilər. Buna görə gələcəkdə iradə gücü texnologiyanın açıqla mübarizə bacarığı ilə sıx bağlı olacaq. Gələcəyin təhsil sistemində insan iradəsinin formalaşmasında mühüm rol oynayacaq. Təhsil yalnız bilik verməklə kifayətlənməyəcək, eyni zamanda şagirdlərə məqsəd qoymaq, plan qurmaq, səbirli olmaq və çətinlikləri aşmaq kimi bacarıqlar da öyrədəcək. Özünü idarə etmə, motivasiya və vaxtın düzgün istifadəsi gələcək insan üçün əsas iradə göstəriciləri hesab ediləcək. Sosial və iqtisadi dəyişikliklər də iradə anlayışına təsir göstərəcək. Gələcəkdə əmək bazarı daha rəqabətli olacaq və insanlar davamlı olaraq öz bacarıqlarını yeniləməli olacaqlar. Bu prosesdə iradə gücü insanın inkişafını davam etdirməsi üçün əsas şərt olacaq. Uğur qazan insanlar daha çox çevik düşünən, dəyişikliklərə tez uyğunlaşan və məqsədlərinə sadiq qalan şəxslər olacaqdır. Psixoloji baxımdan gələcəkdə insan iradəsi daha çox daxili balans və emosional sabitliklə əlaqələndiriləcək. Stres, narahatlıq və informasiya yüklənməsi artdıqca insanın özünü idarə etmə bacarığı da daha vacib olacaq. Emosiya düzgün idarə etmək, diqqəti toplamaq və motivasiyanı qorumaq iradənin əsas hissələrinə çevriləcək. Eyni zamanda gələcəyin cəmiyyətdə iradə yalnız fərdi deyil, kollektiv xarakterdə daşıya bilər. İnsanlar birgə məqsədlər üçün əməkdaşlıq etdikcə sosial iradə anlayışı daha da güclənəcək. Cəmiyyətin inkişafı üçün insanların bir-birini dəstəkləməsi və ümumi məqsədə sadiq qalması da vacib olacaq. İnsan iradəsi gələcək daha mürəkkəb və çox şaxəli olacaq. O yalnız dözümlülük və səbir deyil, həm də seçim etmək bacarığı, özünü idarə, texnologiyaya qarşı balans və emosional sabitlik kimi xüsusiyyətlər əldə edəcək. Gələcək insan güclü iradə sahib olmaq üçün həm özünü tanımalı, həm də dəyişən dünyaya uyğunlaşmağı bacarmalıdır. Bu baxımdan iradə gücü gələcəyin ən vacib şəxsi və sosial keyfiyyətlərindən biri olaraq qalacaq. Liderlik insanları müəyyən məqsədə doğru istiqamətləndirmək, onları motivasiya etmək və birgə fəaliyyətə zövq etmək bacarıqdır. Tarix boyu liderlər cəmiyyətlərin inkişafında, dövlətlərin qurulmasında və mühüm dəyişikliklərin baş verməsində əsas rol oynamışdır. Müasir dövrdə isə sürətli texnoloji inkişaf, qloballaşma və sosial dəyişiklik liderlik anlayışına yeni məna qazandırır. Gələcəkdə liderlik daha fərqli keyfiyyətlər tələb edən, daha çevik və çox şaxəli bir anlayış olacaq.
ənənəvi liderlik modelində güc, səlahiyyət və əmrin icrası əsas rol oynayırdı. Keçmişdə lider daha çox idarə edən və qərar verən şəxs kimi qəbul edilirdi. Lakin müasir dünyada bu yanaşma dəyişir. Gələcəyin lideri yalnız əmr verən deyil, həm də dinləyən, öyrənən və komanda ilə birlikdə qərar qəbul edən bir şəxs olacaq. Lider daha çox əməkdaşlıq, empatiya və inam üzərində qurulacaq. Texnologiyanın inkişafı liderlik anlayışını köklü şəkildə dəyişdirir. Süni intellekt, rəqəmsal platformalar və böyük məlumat bazaları liderlərin qərar vermə prosesini daha da məlumatlı və dəqiq edir. Gələcəyin lideri bu texnologiyadan düzgün istifadə etməyi bacarmalı, məlumatı analiz etməli və sürətli dəyişən şəraitə uyğun qərarlar verməlidir. Lakin texnologiya nə qədər inkişaf etsə də, insan faktorunu tam əvəz edə bilməz. Gələcəyin lideri yüksək emosional zəkaya malik olmalıdır. İnsanları anlamaq, onların hiss və ehtiyaclarını dərk etmək, komanda daxilində sağlam münasibətlər qurmaq liderlik üçün əsas şərtlərdən biri olacaq. Empatiya və ünsiyyət bacarıqları güclü olan liderlər daha uyğun nəticələr əldə edəcəklər. Çünki insanlar yalnız bacarıqlı deyil, həm də onları anlayan liderlərə daha çox güvənirlər. Qloballaşan dünyada liderlik daha beynəlxalq xarakter olacaq. Müxtəlif mədəniyyətlərdən olan insanların birgə işləməsi liderlərdən tolerantlıq, açıq düşüncə və mədəni fərqlərə hörmət tələb edir. Gələcəyin lideri fərqli baxışları birləşdirə bilməli və onları ümumi məqsəd ətrafında toplaya bilməlidir. Bu, həm şirkətlərdə, həm də dövlət idarəçiliyində mühüm rol oynayacaq. Təhsil və şəxsi inkişaf da gələcəyin liderliyi üçün əsas amillərdən biri olacaq. Lider daim öyrənən və özünü inkişaf etdirən bir şəxs olmalıdır. Yeni biliklər əldə etmək, dəyişikliklərə uyğunlaşmaq və innovativ düşünmək liderin uğurunu müəyyən edən əsas xüsusiyyətlərdən olacaq. Eyni zamanda yaradıcı düşüncə və problem həll etmə bacarıqlarda liderlikdə vacib rol oynayacaq. Gələcək lider yalnız siyasi və biznes sahələrlə məhdudlaşmayacaq. Sosial media, elm, təhsil və hətta ekoloji fəaliyyətlərdə də lider anlayışı geniş yayılacaq. İnsanlar müxtəlif sahələrdə cəmiyyətə təsir edən və dəyişiklik yaradan fərdləri lider kimi qəbul edəcəklər. Bu isə lideri anlayışını daha demokratik və geniş edir. Etika və məsuliyyət də gələcəyin lideri anlayışında əsas yer tutacaq. Liderlər yalnız uğur qazanmaq üçün deyil, həm də cəmiyyətə fayda vermək üçün fəaliyyət göstərməlidir. Ədalətli qərarlar qəbul etmək, şəffaf olmaq və sosial məsuliyyət nəzərə almaq gələcək liderlər üçün vacib dəyərlər olacaq. Gələcəkdə liderlik anlayışı daha humanist, çevik və texnologiya ilə inteqrasiya olunmuş bir formaya çevriləcək. Gələcəyin lideri yalnız idarə edən deyil, həm də ilham verən, öyrədən və insanları bir araya gətirən şəxs olacaq. Emosional zəka, texnoloji bilik, etik dəyərlər və əməkdaşlıq bacarığı gələcəyin uğurlu liderin əsas xüsusiyyətləri kimi ön plana çıxacaq. Bu dəyişikliklər sayəsində lider daha güclü və cəmiyyət üçün daha faydalı bir anlayışa çevriləcəkdir. Ünsiyyət insanların bir-birlə fikir, məlumat və hisslərini bölüşdürən bir prosesdir. Bu, cəmiyyətin inkişafının ən vacib amillərdən biridir. Çünki insanlar arasında əlaqə olmadan nə təhsil, nə elm, nə də sosial həyat inkişaf edə bilməz. Tarix bu ünsiyyət formaları dəyişmiş, sadə, şifahi, danışıqdan yazıya, oradan isə telefon və internet kimi müasir vasitələrə qədər inkişaf etmişdir. Gələcəkdə isə ünsiyyət daha sürətli, daha rəqəmsal və daha innovativ formalar alacaq. Müasir dövrdə ünsiyyətin əsas vasitələri telefonlar, sosial şəbəkələr, video zənglər və mesajlaşma tətbiqləridir. İnsanlar artıq dünyanın istənilən nöqtəsində olan şəxslə
saniyələr içində əlaqə qura bilirlər. Bu ünsiyyəti daha əlçatan və rahat etmişdir. Lakin gələcəkdə bu proses daha da inkişaf edəcək və yeni texnologiyalar ünsiyyət anlayışını tamamilə dəyişdirəcək. Gələcək ünsiyyət formalarında bir də süni intellekt və rəqəmsal köməkçilər vasitəsilə həyata keçirilən əlaqələr olacaq. İnsanlar sadəcə səs və ya düşüncə ilə cihazlarla əlaqə qura biləcək, məlumatları daha sürətli əldə edəcəklər. Ağıllı sistemlər insanın ehtiyaclarını anlayaraq ünsiyyəti daha da səmərəli edəcək. Bu, xüsusilə iş və yaxud təhsil sahələrində böyük dəyişikliklər yaradacaq. Beyin-kompüter interfeysləri də gələcəyin ünsiyyət formaları arasında mühüm yer tutacaq. Bu, texnologiya sayəsində insanlar fikirlərini birbaşa cihazlarla ötürə və yaxud da başqa insanlarla düşüncə səviyyəsində əlaqə qura biləcəklər. Bu, ünsiyyətin sürətini və effektini artırsa da, eyni zamanda şəxsi məxluqun qorunması kimi yeni etik suallar da ortaya çıxaracaq. Virtual və artırılmış reallıq texnologiyalarda ünsiyyətin gələcəyini dəyişdirəcək. İnsanlar virtual mühitlərdə bir-birlə görüşəcək, sanki eyni məkanda olurlar kimi ünsiyyət quracaqlar. Bu texnologiya məsafə anlayışını azaldacaq və insanları daha yaxın hiss etdirəcək. Təhsil, iş və sosial görüşlər artıq tamamilə virtual mühitlərdə də həyata keçirilə bilər. Sosial media platformalarda gələcəkdə daha interaktiv və immersiv formaya keçəcək. İnsanlar yalnız yazı və şəkil paylaşmaqla kifayətlənməyəcək, həm də üçölçülü mühitdə özlərini ifadə edəcəklər. Rəqəmsal identitet daha da inkişaf edərək insanların onlayn şəxsiyyətlərini formalaşdıracaq. Lakin ünsiyyətin inkişafına yanaşı bəzi çətinliklər də ortaya çıxacaq. Rəqəmsal asıllıq, şəxsi məlumatların qorunması və yanlış məlumatların yayılması kimi problemlər daha ciddi hal alacaq. Buna görə də gələcəyin cəmiyyətində rəqəmsal savadlılıq və etik ünsiyyət qaydaları çox vacib olacaq. Gələcəkdə ənənəvi ünsiyyət formaları tamamilə yox olmayacaq. İnsanlar hələ də üzlə görüşməyə, birbaşa danışmağa və emosional əlaqə qurmağa ehtiyac duyacaqlar. Çünki heç bir texnologiya insan hisslərini tam şəkildə əvəz edə bilməz. Əksinə, texnologiya yalnız bu ünsiyyəti daha güclü və əlçatan etməyə xidmət edəcək. Gələcəkdə ünsiyyət formaları daha sürətli, daha texnoloji və daha interaktiv olacaq. Süni intellekt, virtual reallıq və beyin-kompüter texnologiyaları insana əlaqə qurma üsullarını köklü şəkildə dəyişdirəcək. Bununla bir insan ünsiyyəti əsas mahiyyəti, anlayış, empatiya və emosional bağlar dəyişməz qalacaq. Gələcəyin ünsiyyəti texnologiya zənginləşsə də insanlıq dəyərləri üzərində qurulmağı davam edəcək. Müasir dövrdə texnologiyanın sürətli inkişafı insan həyatının bütün sahələrində təsir göstərmişdir. Süni intellekt, robot texnologiyaları və avtomatlaşdırılmış sistemlər artıq yalnız elmi fantastika mövzusu deyil, gündəlik həyatın real bir hissəsidir. Bu inkişaf süni şuur anlayışını daha da gündəmə gətirmişdir. Süni şuur dedikdə insan düşüncəsini, qərar vermə qabiliyyətini və öyrənmə prosesində müəyyən dərəcədə təqlid edən sistemlər nəzərdə tutulur. Belə bir inkişaf insan və süni şuur arasında həm əməkdaşlıq, həm də potensial münaqişə ehtimalını ortaya çıxarır. İlk baxışda süni şuur insan həyatını asanlaşdıran bir vasitə kimi görünür. O, bir həcmdə məlumatı qısa müddətdə analiz edir, səhvləri azaldır və müxtəlif sahələrdə məhsuldarlığı artırır. Səhiyyə, təhsil, nəqliyyat, saniyə kimi sahələrdə süni intellekt artıq mühüm rol oynayır. Məsələn, xəstələrin diaqnostikası, avtomatik idarəetmə sistemləri və ağıllı köməkçilər insanların işini xeyli yüngülləşdirəcək. Bu baxımdan insan və süni şuur arasında əməkdaşlıq daha çox üstünlük kimi görünür. Lakin texnologiya inkişafı ilə birlikdə bəzən narahatlar da yaranır. Əsas münaqişə ehtimali insanın qərar vermə rolunun zəifləməsi ilə bağlıdır.
Əgər süni şür bir çox sahədə insanı əvəz etməyə başlasa da, bu iş yerlərinin azalmasına və sosial narazılıqlara səbəb ola bilər. İnsanlar öz bacarıqlarının əhəmiyyətini itirdiyini düşündükdə psixoloji və iqtisadi problemlər ortaya çıxa bilər. Digər mühüm məsələ nəzarət və məsuliyyət problemidir. Süni şuur sistemləri daha müstəqil qərarlar verdikcə, həmin qərarların nəticələrinə görə kiminsə məsuliyyət daşıması çətinləşə bilər. Əgər bir süni intellekt sistemi səhv qərar verərsə, bu səhvin məsuliyyəti insana yoxsa sistemə aid olmalıdır, sual ciddi müzakirə mövzusudur. Bu kimi etik məsələ insan və süni şuur arasındakı münaqişənin əsas səbəblərindən biridir. Bundan əlavə məxfilik və təhlükəsizlik məsələləri də mühüm rol oynayır. Süni şuur böyük həcmdə şəxsi məlumatları toplaya və analiz edə bilər. Bu məlumatların düzgün istifadə olunmaması insanların şəxsi həyatına müdaxilə riski yaradır. Kiber təhlükəsizlik problemləri və məlumatların sui-istifadəsi gələcəkdə daha çox ciddi münaqişələrə səbəb ola bilər. Bəzi hallarda isə münaqişə ideoloji xarakter ola bilər. İnsanlar süni şuurun inkişafını təhlükə kimi qəbul edərək ona qarşı müqavimət göstərə bilərlər. Digər tərəfdən texnologiya tərəfdarları onun inkişafını qaçınılmaz və faydalı hesab edərək daha geniş tətbiqini dəstəkləyə bilərlər. Bu fərqli yanaşmalar cəmiyyət daxilində fikir ayrılığına səbəb ola bilər. Bununla belə bir çox alimlər hesab edirlər ki, insan və süni şuur arasında tam münaqişə qaçılmaz deyil. Əslində düzgün idarə etmə və etik qaydalar çərçivəsində bu hər iki tərəf bir-birini tamamlayan sistemə çevrilə bilər. Süni şuur insanın yerini almaqdan daha çox onun imkanlarını genişləndirməyə xidmət edə bilər. İnsan yaradıcı və emosional zəkası ilə süni şuurunu hesablama gücü birləşdikdə daha güclü nəticələr əldə oluna bilər. Gələcəkdə bu münasibətin forması cəmiyyətin qəbul etdiyi qərarlardan asılı olacaq. Əgər texnologiya insan dəyərlərinə uyğun şəkildə inkişaf etdirilərsə, münaqişə əvəzinə əməkdaşlıq üstünlüyü təşkil edəcək. Lakin nəzarətsiz inkişaf və etik prinsipə nəzərə alınmaması ciddi problemlərə səbəb ola bilər. İnsan və süni şuur arasındakı münaqişə ehtimalı texnologiya inkişafının sürətindən və onun necə idarə olunmasına asılıdır. Bu prosesdə əsas məqsəd insanın rolunu azaltmaq deyil, onun həyatını daha da təhlükəsiz, rahat və səmərəli etmək olmalıdır. Düzgün yanaşma olduğu halda süni şuur insan üçün rəqib deyil, güclü bir tərəfdaş ola bilər və gələcəyin inkişafında mühüm rol oynaya bilər. Dil insanlar arasında ünsiyyətin əsas vasitəsidir və cəmiyyətlərin inkişafında mühüm rol oynayır. Tarix boyu minlərlə dil yaranmış, inkişaf etmiş və bəziləri zamanla unudulmuşdur. Qloballaşmanın artması, texnoloji sürətli inkişafı və beynəlxalq əlaqələrin genişlənməsi dünya dili anlayışını daha aktual etmişdir. Gələcək dünya dili məsələsi həm ünsiyyətin asanlaşdırılması, həm də mədəniyyətin qorunması baxımından mühüm əhəmiyyət daşıyacaq. Bugün ingilis dili beynəlxalq ünsiyyət vasitəsi kimi geniş istifadə olunur. Elm, texnologiya, biznes və təhsil sahələrində müxtəlif millətlərdə olan insanlar arasında əlaqə yaratmaq üçün bu ingilis dili əsas rol oynayır. Lakin gələcəkdə tək bir dilin tam dominant olması deyil, daha çox texnoloji vasitələrlə dəstəklənən çoxdilli ünsiyyət sistemi formalaşa bilər. Süni intellekt əsaslı tərcümə texnologiyaları dillər arasında maneələri azaldaraq insanların öz ana dillərində rahat ünsiyyət qurmasına imkan verəcək. Gələcəyin dünya dili anlayışı ənənəvi mənadan fərqlənə bilər. Artıq bir dilin hamı tərəfindən öyrənilməsi əvəzinə real vaxtda tərcümə edən cihazlar və proqramlar insanların bir-birini dərhal anlamasına təmin edəcək. Bu texnologiya danışığı, mətni, hətta emosional ifadələr belə təhlil edərək müxtəlif dillərə çevirə biləcək. Belə dil bariyeri əvvəlkindən daha da az problem yaşadacaq. Bununla yanaşı süni intellekt və rəqəmsal platformalar yeni qlobal ünsiyyət formaları yarada bilər. İnsanlar yazılı şifahi dillə yanaşı simvolik, vizual və hətta
səs əsaslı universal sistemlərdən istifadə edə bilərlər. Emojilər, qısa kodlar və universal işarələr artıq bu istiqamətdə ilk adımlar kimi qiymətləndirilə bilər. Gələcəkdə bu sistemlər daha da inkişaf edəcək, qlobal rəqəmsalın dilin formalaşmasına gətirib çıxara bilər. Lakin dünya dili məsələ yalnız texnologiyaya bağlı deyil, həm də mədəniyyətlə sıx əlaqəlidir. Hər bir dil bir xalqın tarixini, düşüncə tərzini və mədəniyyətini özündə əks etdirir. Əgər bütün dillər yox olarsa, mədəni müxtəliflik də zəifləyə bilər. Buna görə də gələcəkdə əsas məqsəd yalnız bir dünya dili yaratmaq deyil, həm də mövcud dilləri qorumaq və inkişaf etdirmək olacaq. Təhsil sistemində bu dəyişikliklərdən təsirlənəcək. Şagirdlər gələcəkdə bir neçə dili eyni vaxtda öyrənə bilər. Lakin əsas diqqət ünsiyyət bacarıqlarının inkişafına yönələcək. Dil öyrənmək daha çox texnologiya ilə dəstəklənəcək və insanlar daha asan şəkildə müxtəlif dillərdə danışa biləcəklər. Gələcəkdə dünya dili anlayışı daha çox ünsiyyətin sərbəstliyi kimi qəbul edilə bilər. Yəni, əsas məqsəd hamının eyni dil bilməsi deyil, hər kəsin istədiyi dildə maneəsiz şəkildə ünsiyyət qura bilməsidir. Bu isə texnologiya və insan əməkdaşlığı nəticəsi olacaqdır. Gələcəkdə dünya dili anlayışı köklü sürətlə dəyişəcək. Süni intellekt, tərcümə texnologiya və rəqəmsal ünsiyyət vasitələri dil bariyerlərini azaldacaq, insanları bir-birinə daha da yaxınlaşdıracaq. Bununla belə ana dillərin qorunması və mədəni müxtəlifliyin saxlanılması da böyük əhəmiyyət daşıyacaq. Gələcəyin dünyasında ən vacib məqsəd də tək bir dil yaratmaq deyil, bütün insanların bir-birini asanlıqla anlaya bildiyi qlobal ünsiyyət mühitini formalaşdırmaq olacaq. Hələlik bu qədər, sağ olun, gələn görüşlərdə.